Dostlar, gəlin 84-cü sualdan baxaq. Xankəndi ələ keçirmək üçün hansı tədbir görülür? Bilirik əsəri oxuyanda tanış olmuş ağıllı uşaq nağılında o kəndi tuta bilmirdi. Çünki o kəndin insanları, qocaları çox ağıllı idilər. Ona görə dolayısıyla bir yolla o qocaları alladır və tarixdə bu Şiraz qonaqlığına oxşuyur da, alladıb aparır. Onları əsir ötürür, zindana salır. Deməli, kəndin baş bilənlərini, qocalarını alladıb zindana salır. 85-ci suala baxaq. Çaharca əfsanəsində alimin dəvələri Zengurovun yerini dəyişməkdə məqsədi nə idi? Çünki alimi öldürmək istəyirdi şah və onu karvana qoşurlar. O da bir şərtlə razı olur. Deyir ki, əgər mənə icazə verərsiniz ki, Zengurovların yerini dəyişim və Zengurovların yerini dəyişib sihirli bir mahnı musiqi yaradır və musiqi sədasını, yəni köməyi ilə də ölümdən qurtarmış olur özünü. Deməli, ecazkar musiqi yaradaraq ölümdən xilas olmaq. Ağıllı uşaq əsərindəki Əhmədi səciyyələndirmir, yəni Əhmədə aid deyil. Ağıllı olduğu üçün şah ağsaqqallarla birgə onu zindana atdırır, xeyr. Şah onu zindana saldırmır, qocalar aparır. Bir dənə Əhməd balaca uşaq qalır. Yəni, əslində bəzi qocalar da var orada, onlar şikəst olduqlarına görə onları aparmamışdılar. Şah niyə görə yaşadığı şəhərə bitişik kəndi tuta bilmirdi? Çünki kəndin ağsaqqalları çox ağıllı idi. Qoca hansı sirri nəzərdə tuturdu? Oğul, bircə sirri mən bilmirəm, gərək onu özün tapasan. Ağıllı uşaqda bilirik ki, qoca Əhməd gedib qocadan öyrənir bəzi nüansları. Qoca deyir ki, bir dənə nüansı bilmirəm, o da şahın hansı heyvanı sevməsi idi. Ağıllı uşaq nağılı ilə bağlı atalar sözünü müəyyənləşdirin. Ağıl ağıldan üstündür. Beləcə də Əhməd də özü ağıldan üstündür prinsipi ilə yanaşır və o kəndin qırağında qalan şikəst bir qocadan gedib məsləhətlər alır, onun ağlından bəhrələnir. Dərzi şagird Əhməd nağılında verilmiş parsada hansı bədii təsvir vasitəsi işlənmişdir? Xanım, zindana bir oğlan salıblar. Bilmirəm kimdir. Vallah deyirsən Yusifdir. Qəbirdən qalxıb, özü də 18-19 yaşında. Bir sıra ədəbiyyatda bir sıra əsərlərdə Həzrəti Yusifə bənzətmə var. Onda biri də Dərzi şagird Əhməd nağılıdır və burada da bənzətmə var deyə bilirik ki, təşbihdir. Yanlış fikri müəyyən edin. Lətifədə insan xarakteri və əməllərində müşahidə olan nöqsanlar tənqid olunur, düzdür. Həm atalar sözü, həm də məsələlər müdrik ifadələri düzdür. Nağılın baş qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf edir və şər qüvvələrə qalib gəlir, yəni xeyir qələbə qazanır, düzdür. Yanılmazlarda əşyanın məcazi təsviri onun səciyyəvi əlamətlərinə təqdimi yer verilir. Bu tapmacalara aiddir. Yanılmacalara aid deyil. Tapmacanın hərfi mənada anlamaq olmur, düzdür. Dərzi şagirdə Əhməd nağılı ilə bağlı səhv fikri müəyyən edin. Şah Abbasın şahlıq qüruru ilə Əhmədin tərsliyi əsərdə ziddiyyət yaradır, düzdür, biz səhv axtarırıq. Pəri Sultan, Allahverdi xan və Zindanban əsərdəki müsbət obrazlardır, düzdür. Firəng padşahının sualı qarşısında aciz qalan Şah Abbas Əhmədə üz tutur, bəli. Bəzən istəməsə də belə məcburiyyətdən qalıb ona yönəlir. Zindanban əsərin sonunda Şah Abbasın inandırır ki, Əhmədlə qohum olmaq ona başucala gətirir. Xeyr, bunu Zindanban demir. Bunu Allahverdi xan deyir. Kim deyir? Allahverdi xan deyir bunu. Və bu ifadə ilə də biz Allahverdi xanın müsbət obrazı olduğunu görə bilirik. Əhməd böyük işgəncələrə məruz qalır və zindana salınır, bəli. Müqayisə cədvəlindəki səhv fikirləri müəyyən edin. Dərzi şagird Əhməd nağılında və ağıllı uşaq nağılında. Deməli, bu xanada, bu hissədə Əhməd, yəni Dərzi şagird Əhməd, bu qalan hissədə isə ağıllı uşaq əsəri müqayisə olur. Bu hissədə isə ortaq fikirlər. Biz səhvləri tapacaq. Özünəməxsus xüsusiyyətlərindən biri olan ənənəvi girişlə başlayır. Deməli, bu fikir tək Dərzi şagird Əhmədə yox, bu ümumiyyətlə nağılların bir başlanğıc xüsusiyyətidir. Ona görə biz biri səhv götürürük. İkiyə baxaq. Şah Abbas əsərin sonunda öz məqsədinə çatmış olur. Bəli, axırda onlar evlənəndən sonra, uşaqları Pəri Sultanla Əhməd evlənəndən sonra axırı açıb Əhməd yuxusun deyir və Şah Abbas axırda öz məqsədinə çatmış olur. Deməli, ikinci fikir düzdür. Ona görə biz iki olan fikirləri çıxırıq. Bir dənə olan fikirlər səhvdir. Ya A ya da E variantı olacaq. Sonra 3-ə baxaq.
Nağıl qəhrəmanları axmaq vəzirin və qəddar şahın əlindən xilas olurlar. Xeyr, Dərviş Saqid Əhməddə vəzir Allahverdi xan müsbət obraz kimi verilmişdi. Ona görə o fikri buna ikisindən aid eləmək olmaz, səhv fikirdir. 3. Sonra baxaq 4-ə baxaq. Məişət nağılıdır. Bəli, hər ikisi məişət nağılıdır. Ona görə bir 4-ü də çıxırıq. Cavabımız qalır E variantı. 6-ya baxaq. Nağıl qəhrəmanı ağlın, zəkanın, bacarığın köməyi ilə 6 bura aid olmalıdır. Çünki hər ikisinə aid bir fikir idi. Deməli 5-ə baxaq. Bəs əsərin baş qəhrəmanı qocadan məsləhət alır. Bəli, ağıllı uşaq qocadan məsləhət alır. Deməli cavabımız E variantı oldu.